Əziz abituriyentlər, bugün sizlərə seleksiyadan quiz 1-in izahını verəcəm. Sınaq qruplarımıza, dərs qruplarımıza qatılmaq istəyirsinizsə, 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Gəlin vaxt itirmədən başlayaq birinci sualdan. Deyir, seleksiya nəticəsində alınmayan. Seleksiya nəticəsində alınmayan yabani kələmdir. Çünki yabani kələm heç bir insan tərəfindən bitirilmir, yəni özü yabani şəkildə bitir. Amma digər kolarabidir, gül kələmdir, sonra ağbaş kələmdir, yemlik kələmdir və yaxud da başqa digər kələm növləridir. Bunların hər biri yabani kələmdən seleksiya yolu ilə alınmışdır. Cökə ilə ağbalıq cinslər arası hibridləşmədən alınan hansıdır? Biz bilirik ki, cökə və ağbalıqdan Bester cinsi alınır. Sonra, üçüncü, aşağıda verilənlərdən hansı homoloji sıralar qanununa aid deyil? İlk öncə Vavilovun homoloji sıralar qanunu bu idi ki, eyni fəsildə yerləşən və yaxud da qohum növlərinin birində baş verən hər hansısa genetik, morfoloji, fizioloji dəyişkənlik bir digərində də görsənə bilər. Məsələn, taxıllara aid olan tutaq ki, arpada baş verən bir şey buğdada baş verə bilər. Deyir, genetik cəhətdən yaxın olan növlərdə oxşar və irsi dəyişkənliklər əmələ gələ bilər. Təbii ki, bu doğrudur. Mənşə birliyi ilə bağlı olan cinslər oxşar irsi dəyişkənliklər sıraları ilə səciyyələnir. Bəli, mənşəcə bir-birinə bənzəyən qohumlar arasında ola bilər. Bu da doğrudur. Bir növdə irsi dəyişkənliyi bitkidə qohum və ya növ cinslərdə də oxşar cinsi dəyişkənliklər ola bilər. Burada cinslər deyir, fəsilələrdə də baş verə bilir. Növ, cins, fəsilə, bunlar hamısı ola bilər. Sonra gəmiricilərdə tükün rənginə görə homoloji sıralar var. Gəmiricilərdə də məsələn ola bilər. Bu məsələn yalnız bitkilərə yox, heyvanlara da aid edilə bilər. Doğrudur. Bu alim tərəfindən yox, bayaqları da qeyd etdim ki, Vavilova görə irsi homoloji sıralar qanunu. Deməli, yanlış olan Y variantıdır. Hansı bitkinin poliploid sortları yaradılmışdır? Poliploid formalar deməli yaradıla bilər kimdə? Nədə? Hansı canlılarda? Məsələn, burada əsasən mədəni bitkilərdə poliploid formalar yaradıla bilər. Məsələn, xardal yabani ot bitkisidir, quduz otu yabani ot bitkisidir. Bunu götürmərəm. Qarabaşaq da məsələn ot bitkisidir, mədəni bitki deyil. Amma kartof mədənidir, götürə bilərəm poliploid forma. Pomidor da götürərəm, albalı almanı da götürərəm. Bu zaman 1, 2, 3, 6 A variantı daha uyğun gəlir. 5. Deyir, iki müxtəlif bitkinin qametində xromosom sayıları 24-9-dur. Deməli, 2 dənə bitkim var mənim. Buradan bir ağ vərəq açım. Üstündə başlayaq yazmağa. Deməli, mənim 2 bitkim var. Birinci bitki və ikinci bitki. Mənə qeyd edir ki, bitkilərin qametində. Deməli, 24 ilə 9 qametdə olan xromosom sayıdır. O zaman bu canlının birinin 2 eni olacaqdır 48. Digərinin 2 eni olacaqdır 18. Deyir, dölsüzlük Karpetsenko metodu ilə aradan qaldırılarsa, dölsüzlük Karpetsenko ilə aradan qaldırıldıqda 4 en vəziyyəti, heç bir şey bölünmür. 48 ilə 18-i toplamalıyam. Bu da mənə verəcək sonu 6 ilə bitən bir şey, 66 A variantı. 5-də. Növbəti. 6 deyir, bitki seleksiyası metodlarına aid deyildir. Burada hibridləşmə aiddir, seçmə təbii ki aiddir, seçmənin fərdi seçmə, kütləvi seçmə nümunələri var. Sortlaşdırma da eynən seçmə kimi bir şeydir, sort, yəni ayırırlar, seçirlər. Amma əhilləşdirmə deyilən bir metod yoxdur. Sonra, hansı uzaq hibridləşmənin məhsulu deyil? Burada tritikaliəni çıxıram, çünki bitkilər tərəfindən uzaq hibridə aiddir. Qatır atla eşək arasında gedən uzaq hibridləşmədir. Arxar merinos da uzaq hibridləşmədir. Besterdə ağbalıqla cökədən alınır, uzaq hibriddir. Amma Orlov Rus lövfər atı at cinsidir. Yəni uzaq hibridləşməyə aid deyil. Ona görə cavab A variantı olar. Sonra gələk 8-ə. Deyir, hansı mərkəzlər buğdanın ayrı-ayrı sortlarının vətəni sayıla bilər? Biz ilk öncə bilməliyik ki, buğda harada olur?
Qərbi Asiya mərkəzi var. Cənubi Qərbi Asiyada. Bir də yerləşə bilər harda? Məsələn, Aralıq dənizi olmaz. Yenə Mərkəzi Amerikada buğda yoxdur. Cənubi Asiya olar, Qərbi Asiya, Şərqi Asiya, Cənubi Qərbi Asiya. Şərqi Asiyanı da götürmərəm, Şərqi Asiyanı da götürmərəm. Yalnız qalar bir dənə B variantı. Sonra hansının poliploid sortları yoxdur? Qarabaşağın poliploid forması yoxdur. Çünki biz daha doğrusu bir dəqiqə hansının poliploid sortları yoxdur. Burada məsələn necə deyirlər? Bayaqki buradakı seçdiyimiz kimi biz elə bitkilər seçməliyik ki, mədənilərdə olur. Amma məsələn ayrı qotu bunda olmayacaq. Çünki nəyə görə? Bu bitki alaq otudur. Yəni yabanı bitkidir. Biz bundan istifadə etmirik. Ona görə də onun sortlarını çoxaltmağa, poliploid formalarını yaratmağa ehtiyac yoxdur. Sonra gələk 10-cu suala. 10-cu tip suallar məsələn bizə imtahanda gəlməz. Ona görə bunu yazmasaz da olar. Deyir, damazlıq kitabına qeyd olunmur. Damazlıq nədir? İlk öncə hər hansısa bir canlıdan deyirik, sanki damazlıq saxlayırıq. Yəni saxlayırıq ki, ötən nəsə bunda faydalı bir məlumat var. Məsələn, valideynlərin əlamətləri mütləq şəkildə yazılmalıdır. Eksteryer xüsusiyyətləri yazılmalıdır. Valideynlərin genotipi mütləq şəkildə yazılmalıdır. Valideynlərin süd vermə qabiliyyəti. Valideynlərin süd vermə qabiliyyəti mənim nəyimə lazımdır? Məsələn, bunu qeyd etmərəm. Əsas mənə həmin o götürdüyüm heyvanın mı, bitkinin mi xüsusiyyətləri lazımdır. Valideynində olan xüsusiyyət deyil. Sonra gələk 11-ə. Deyir, gen mühəndisliyində istifadə etməklə insulinin sintezini həyata keçirən geni hansının genotipinə qoşmuşlar? İlk öncə biz bilməliyik ki, gen mühəndisliyində əsasən insanın mədalatı vəzində insulinin yaranmasına kömək edən geni köçürürlər bağırsaq çöpü bakteriyalarının üzərinə və beləliklə insulin hormonunu laboratoriya şəraitində yaratmağa başlayıblar. Bu sual qəbulda OTK-da gələr. Yəni diqqətli olun. Sonra verilmiş hibridlərdən hansı Miçurinin işlərinə aid deyil? Məsələn, gavalı ilə göyəm, alma ilə gavalı, quş armudu ilə yemişən, böyürtkə ilə moruq, anakonka ilə ananas, rateni. Bunlar da məncə düşməz imtahana. Miçurin əsasən biz bilirik ki, meyvə bitkiləri üzərində işlər görübdür. Buradakıların əksəriyyəti də meyvə bitkiləridir. Heç məsələn bu bizə yenə də deyirəm düşməz. Amma burada götürəcəyimiz cavab ola bilər nə? Məsələn, yaxın bir-birinə bənzəyənlər. Məsələn, göyəmlə gavalı bir-birinə bənzəyir, götürmək olar. Quş armudunla yemişan bir-birinə bənzəyir, götürmək olar. Böyürtkənlə moruq da bir-birinə bənzəyir. Burada bu ikisi də ananasa bənzəyən sort bitkilərdir. Bu da olar. Amma alma ilə gavalı bir-birinə heç bənzəməyən bitkilərdir. Ona görə bunların Miçurin üzərində işlər apara bilməz. Yəni calaq biz bilirik ki, Miçurin bitkilərin üzərində calaq üsulundan istifadə edir. Bizdə bir-birinə bənzəyən bitkiləri, məsələn, alma ilə armudu, almanın başqa bir sortundan başqa bir almanı, göyəmlə yemişanı, yəni bir-birinə necə deyərlər, bənzəyən şeyləri edə bilərik, calaq edə bilərik. Amma alma ilə gavalı bir-birinə bənzəmədiyinə görə edə bilmərik. Egilopsun deyir, hansı bitki ilə hibridi var? Egilops biz bilirik ki, deməli, buğdadır. Buğda ilə hibridini görə bilərik. 14. Dölsüzlüyü Karpetchenko metodu ilə aradan qaldırılan növlər arası hibridin tetraploid xromosom sayı. Deməli, hər hansısa bir bitkimiz var bizim. Buradan yazaq. Bu bitkinin 4N-i özü verib ki, 60-dır. Bu hibridi deyir əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 24-dür. Deməli, bir canlının diploid xromosom dəsti 20-dir. Onda digər ikinci, daha doğrusu 24-dür. Digər ikinci canlının isə diploid xromosom dəsti
nədir? Ona baxaq birincisi. 60-dan 24 çıxsam 36-dır. Sonra məndən istəyir ki, ikinci orqanizmin endosperminin xromosom sayını tapın. Endospermdə mən bilirəm 3N-dir. Valideynin özünün, yəni diploidindən 1.5 dəfə çox olmalıdır. Burada olacaqdır nə? Burada olacaq o zaman 54 Y variantı. Sonra gələk növbəti 15 nömrəli sualımıza. Deyir, verilmiş qrafikdə taxıllarda variasiya sırasının hansı mülahizəyə uyğun olaraq göstərilmişdir? Deməli, nəyinsə nədənsə asıllığıdır, sabit bir asıllıqdır. Deyir, günün uzunluğu artmışdır. Xeyr, günün uzunluğu ilə əlaqəli ola bilməz. Temperatur artmışdır. Yenə temperaturdan asıllıq ola bilməz. Fərqlərin hər birinə mühüm amillər eyni cür təsir edibdir. Əgər oradakı, belə deyək də, canlılara günün uzunluğu təsir göstərsə, belə bir əyri olar. Nə bilim, temperaturda olsa yenə belə bir fərqli əyri olar. Deməli, bütün fərqlərə, bütün amillər eyni cür təsir göstərib ki, bu variasiya sırası dəyişmədən sabit qalmışdır. Heyvan seleksiyası bitki seleksiyasından nə ilə fərqlənir? Uzaq hibridləşmə aparılmasına görə xeyr, heyvanlarda da uzaq hibridləşmə aparılır. Mutasiyaların nəzərə alındığına görə xeyr. Ümumiyyətlə, deməli, suni seçmə aparıldığına görə xeyr, bu da deyil. Çünki heyvanlarda da suni seçmə aparılır, bitkilərdə də. Əlamətlərin inkişafında mühitin təsiri nəzərə alındığına görə bitkilər üçün də nəzərə alınır, bu deyil. Eksteryer xüsusiyyətlər nəzərə alındığına görə artıq məsələn bitkilərdə yox, amma heyvanlarda eksteryer xüsusiyyətlər nəzərə alınır. Eksteryer xüsusiyyət nədir? Bunun haqqında məlumat verir. Məsələn, biz hər hansısa bir bitkini seleksiyası ilə məşğul olduqda onun xarici görünüşünə baxmırıq. Demirik, bu bitki böyükdür, kiçikdir, bu belədir, elədir. Bunu demirik. Amma məsələn, heyvanlara biz onları seçən zaman baxırıq ki, ən böyük olanı olsun, ən belə cılız olmasın. Yəni, eksteryer o demək ki, xarici görünüşünə, əlamətlərinə baxdığımız olmalıdır. 17. Kütləvi seçmə tətbiq oluna bilər. İlk öncə kütləvi seçmə odur ki, çarpaz dozlanan bitkilərə tətbiq edilir. Lobya olmaz, noxud olmaz, buğda olmaz, arpa olmaz. 17-də cavab olacaq A, çovdar. Çünki çovdar çarpaz dozlanır. Dominantlığın idarə olunmasını kim kəşf edibdir? Təbii ki, Miçurin kəşf edibdir. Aşağıdakılardan hansı düyünün vətənidir? Biz bilirik ki, düyünün vətəni olacaq Cənubi-Qərbi Asiya tropik mərkəzi. Hansı hüceyrə mühəndisliyinə aiddir? Hüceyrə mühəndisliyindən yeni bir şey kəşf edilib. O da kartof və pomidor olar. Deyəcəksiniz nəyə görə? Çünki gavalı ilə göyəm, böyürtkənlə moruq, quş armudu ilə yemişan, buğda ilə çovdar. Məsələn, biz bunlara, məsələn, bu ortadakı B, C, D variantlarına hüceyrə mühəndisliyi ilə deyil də tətbiq edirik nədən? Calaq üsulundan. Ona görə burada heç bir hüceyrə mühəndisliyi iş görmədi. Buğda ilə çovdarı isə sadəcə olaraq məsələn çarpazlaşdırırıq. Bu da o qədər böyük bir şey deyil. Amma kartof və pomidorun üzərində müəyyən işlər görülür. Hansı ki, bu da hüceyrə mühəndisliyi ilə əlaqədardır. Burada bəzi suallar var ki, onlar məsələn 10-cu, 12-ci suallar bizə imtahanda gəlməyəcək tipdədir. Amma yenə də diqqətli olun.